Salam, axşamınız xeyir olsun. Bu günlərdə mövzu izahlarını çəkməyə qərarına gəldik. Bunları da çalışdığımız qədər ardıcıl şəkildə paylaşacağıq. İlk mövzumuzda informatikanın ilkin anlayışları olacaq. Gəlin vaxt itirmədən ilə başlayaq. Deməli, informatikada bir digər elm sahəsi kimi, o da elm sahəsidir, elmdir. İnformatika termini, bəzi kitablarda almanlar, bəzi kitablarda fransızlar tərəfindən, mən də burada fransızlar tərəfindən yığıb qoymuşam. 1960-cı illərdə fransızlar tərəfindən elmə daxil edilmişdir. İnformatika özü informasiya və avtomatika sözlərinin birləşməsindən əmələ gəlmişdir və information sözü olub, informasiya və avtomatika sözlərinin birləşməsindən əmələ gəlmişdir. Avtomatika, ona görə deyirlər də informatika ilk növbədə informasiyanın avtomatik işlənməsi mənasını ifadə edir. İnformatika informasiyanın həm xassələrini, həm informasiyanın proseslərini öyrənən elm sahəsidir. Qarşıda indi informatikanın və yaxud da informasiyanın xassələrini və proseslərini də öyrənəcəyik. İnformasiya bəs nədir? Deyirik ki, informasiya və avtomatika sözlərinin birləşməsindən əmələ gəlmişdir. İnformatika. Bir, informasiya. İkincisi, avtomatika. Bizim avtomatika ilə yox, informasiyanın üzərində işləyəcəyik. İnformasiya nədir? İnformasiya ətraf aləm haqqında topladığımız məlumatlar və s. xəbər, məlumat, ifadə, izah deməkdir. Öyrənilən obyektlər, baxın burada öyrənilən obyektlər və hadisələr haqqında müəyyən faktlar əsasında asılıqlar şəklində ifadə olunan bilik və məlumatları özündə əks etdirir. İnformasiya. İnformatikada xronoloji ardıcıllıqlar var. Bir verilən var, informasiya var, bilik var. Verilən nədir? Verilən kompüterimizin, planşetimizin yaddaşında nə varsa bunlar verilən adlanır. İnformatikada fakt, məlumat, xəbər, termlər çox vaxt verilənlər sözü ilə ifadə olunur. Verilən texniki vasitələrlə, məsələn, kompüterlərdə saxlanması, işlənməsi, ötürülməsi üçün formal şəkildə təsvir olunan bir kodlaşdırılan nədir? Məlumatdır. Və datum sözündən yaranmışdır, latınca, fakt sözündən yaranmışdır. Bilik nədir? Dərk edilmiş informasiyaya deyilir. Bu, verilənin də özünün 4 tipi ayrılırlar. 1. Hesabi, 2. Mətni, 3. Məntiqi. Hesabi nədir? Rəqəm tiplidir. Məsəl üçün, 1. 2, 3 və s. də n sayda. Amma mətin nədir? Mətin nədir? Məsələn, bir kitab. Mətni həm də ədəddən də ibarət olur, amma cümlə şəklində olsun. Məntiqi nədir? Məntiqi özü true və false şəklində. True və false şəklində. False. True nədir? True özü müsbət məna. Məsəl üçün, deyirsən ki, 1 böyükdür 0. Doğrudur da. Amma deyirsən 1 kiçikdir 0. Bu düzgün deyil axı. Ona görə bu false-dur. Bunun da üzərində qalmayacağım o qədər də. İnformasiyanın növləri var. İnformasiyanın, məsəl üçün, Dövlət İmtahan Mərkəzinin kitabında yazılıb ki, ilk birinci sualda informasiyanın neçə növü var? Bu sualın şərti düzgün deyil. İnformasiyanın çünki duyğu üzvü vasitəsilə var, verilmək son növləri var. Sadəcə hamısı 5 dənədir. Amma şərt yenə də düzgün deyil. İnformasiyanın 5 duyğu üzvü vardır. 1. Vizual, qulaq, burun, dəri və dil daddır. Ən çoxunu təşkil edir göz 90%-ni təşkil edir. Qeyd eləmişik burada. Qulaq 9%-in, qalanı isə 1%-ni təşkil edir. Bunlar da oldu informasiyanın duyğu üzvləri. Sonra informasiyanın formaları var. 2 forması var. 1. Analoq. Analoq nədir? Bu, insan tərəfindən birbaşa başa düşülür. Analoq kəsilməzdir. İnsan tərəfindən istifadə olunan bir informasiya bir formasıdır. Rəqəmsal nədir? Rəqəmsal diskretdir, kəsiləndir. Bu, kompüter tərəfindən başa düşülən 0 və 1-lər şəklində kodlaşdırıla bilən informasiyanın bir formasıdır. Rəqəmsal nədir? 0 və 1-lər şəklində kodlaşdırılır. Bu da aydın oldu. İnformasiyanın sonra gəlir prosesləri. İnformasiyanın hansı prosesləri var? Əsasən bizə lazım olur. 1. İnformasiyanın toplanması, saxlanması, ötürülməsi, emal və istifadəsi.
Birincisindən başlayaq. Məsəl üçün, burada bir nümunə göstərmişəm. Sabah 20 yanvar faciəsi günüdür. Müəllim deyir ki, bu tədbirlə bağlı məlumat toplayıb mənə göndərin. Bunlar nə edirlər? Bunlar məlumat toplamaq üçün məsəl üçün YouTube açırlar, kompüteri götürüb YouTube-da məlumat və yaxud da Google üzərindən məlumatları toplayırlar. Bu olur informasiyanın toplanması. Sonra bu topladığı informasiyanı istər yaddaş qurğusunda, istər götürüb öz dəftərlərində qeyd edirlər. Bu olur informasiyanın nəyi? Saxlanması. Sonra üçüncü proses nədir? Saxladığın informasiyanı kiməsə ötürmək istəyirsən. WhatsApp-la istəyirsən e-maillə ötür, istəyirsən Telegram-la. Bu olur informasiyanın ötürülməsi. Dördüncüsü emal. Emal prosesi bir şəkildən başqa şəkilə şəkilləndirmədir. Məsəl üçün, riyaziyyatda məsələlərin həlli. Məsəl üçün, belə deyək də, mətn Azərbaycan dilindədir. Onu rus dilinə çevirib tərcümə edirik. Yəni, bir şəkildən başqa şəkilə çeviririk. Emal prosesində prosesor özü yerinə yetirir. Məsəl üçün, belə deyək də, hər hansısa bir üçbucaqdır. Bunun üzərində əməliyyat edirsən, bunu kvadrata çevirirsən. Bu olur nə? Kodlaşdırma həm də olur, həm də emal prosesi də bir növ. Amma kodlaşdırma üzərində əməliyyat izah edir, yəni əməliyyat edirsən. Amma bu kvadratdan üçbucağa qayıtma isə dekodlaşdırmadır, yəni kod açma adlanır. Sözün qısası da burası aydın oldu. Sonra gəlir informasiyanın xassələri. İnformasiyanın hansı xassəsi var? Tamlıq xassəsi, aktuallıq xassəsi var, adekvatlıq, obyektivlik, anlaşılıq. Əsasən bizə lazım olan bunlardır. Yəni əlçatanlıq da var və s. fayda. Sözümün qısası 4 dənəsini bura yazmışam. Tamlıq xassəsi nədir? İnformasiyanın tamlığı obyekt haqqında toplanan məlumatların miqdarı ilə müəyyən olur. Yəni, informasiyanı qarşı tərəfə ötürəndə tam şəkildə ötürməliyik. Tam. Yəni, sonra buna nəsə bir qaranlıq qalmasın. Yəni, tam olmalıdır. Dolğun bir növ. Anlaşıqlıq nədir? Aydınlıq. Yəni, ikinci növü adı aydınlıqdır. İnformasiyanı alan şəxsin başa düşdüyü şəkildə olmalıdır. Aydın olmalıdır. Sonra aktuallıq nədir? Aktuallıq alınan informasiya cari vəziyyətə uyğun olmalıdır. Məsəl üçün, dünən üçün verilən hava proqnozu bu gün aktual olmaya bilər. Obyektivlik nədir? Obyektivlik bir şəxsin fikrindən asılı deyil. Yəni, hamı tərəfindən bu deyilməlidir və yaxud da səslənməlidir, təsdiq olunmalıdır obyektivlik. Adekvatlıq nədir? Məqsəd və vəzifənin nə dərəcədə uyğunluğunu göstərir. Sonra informasiyanın növləri yenə yazmışıq bura. Verilmə üsulunun təqdim olunma formaları. Mətni, ədədi, qrafiki, video və səs, yəni audio. İnformasiyanın verilmə o həmən üsullarında növləri var. Mətni, ədədi, qrafiki, səs, kombinasiyalı qarışıq edədilər. Yəni, burada video yoxdur. Dördüncüsü burada yəni yoxdur. Sonra aşağıda da bir də yenidən yığmışam. Bir də üzərindən gedək. İnformasiyanın növləri. Məntiqi, ədədi, mətni, audio, qrafiki, video. Xassələri, obyektivlik, tamlıq, anlaşıqlıq və s. əlçatanlıq. Formaları analoq rəqəmsaldır. 0 və 1-lər şəklindədir rəqəmsal. İnformasiyanın prosesləri toplanması, saxlanması və sonda da emal və istifadəsi. İnformasiyanın verilmə üsulunda növləri mətni, ədədi, qrafiki, səs və kombinasiyalı qarışıq ədədlər. Ümid edirəm ki, bura qədər heç bir çətinlik qalmadı. İndi isə keçək informatika elminin tərkib hissələri. İnformatik hardware, software və brainware. Hardware nədir? Qurğulardan bəhs edən bir bölmədir. EHM-lər, onların quruluşu, tərkib hissələrini öyrənən elmdir. Software isə proqramlar, Word, Excel kimi proqramlardan bu da bəhs edən bir elmdir. Brainware isə nədir? Algoritmləşmə və proqramlaşdırmanı özündə saxlayır. Üzərindən keçirəm. İnformasiyanın ötürülməsi zamanı nələrə diqqət yetirmək lazımdır? İnformasiya mənbəyi olmalıdır. Kodlaşdırıcı qurğu vasitəsilə ötürülməlidir. Sonra rabitə kanalı köməkliyi ilə, sonra dekodlaşdırıcı qurğu və informasiya qəbul edicisi olmalıdır. Ardıcıl şəkildə bunu bilmək lazımdır. Sonra gəlirik digərinə. Yəni, informasiyanın ölçü vahidləri. Hər bir kəmiyyətin özünə uyğun bir ölçü vahidi vardır. Məsəl üçün, uzunluğu nə ilə ölçürsən? Məsəl üçün, metrlə. Burada da, məsəl üçün, metrdə ən kiçik millimetrdir, santimetr getdikcə böyüyür, kilometrdir, metrdir. Bu informasiyada da belədir. İnformasiyanın da ölçü vahidi var. Burada ən kiçik, ən minimal, ən elementar ölçü vahidi bitdir. Yəni, binari digitdir.
Kompüterimizdə də saxlanılan informasiyalar sıfıra bilən şəklində kodlaşdırılır. İndi isə gəlin keçək. İnformasiyanın ölçü vahidlərin artan sırayla düzək və göstərək. Burada artan sırayla PDF-də göstərmişəm. Bitdir, baytdır, kilobaytdır, megabayt, gigabayt, terabaytdır. Deməli, bir bitlə bayt arasında 203 dəfə fərq var. Yəni bayt bitdən 8-ə böyükdür. Sonra baytla kilobayt arasında 210-dur. Yəni bitdən baytdan başqa belə desək, digərləri əvvəlkindən 210 dəfə nədir? Böyükdür. Burada göstərmişəm. 210-dur, bununla bu arasında 210-dur, bununla bunun arasında 210-dur. Yəni burası da asandır. Böyük ölçü vahidindən kiçik ölçü vahidinə gələndə vurma qaydasını tətbiq edirik. Məsələn, elə buradakı misalın üzərində baxaq. Yazılıb ki, 2048 gigabayt neçə megabaytdır? Gigabaytdan megabayta gedəndə, göstərim buradan. Gigabaytdan megabayta gedəndə axı dedi digərindən, yəni bitlə baytdan fərqli olaraq digərləri əvvəlkindən 210 dəfə böyükdür. Onda böyükdən kiçiyə gedəndə isə nə olur? 2048-i vuracağıq nəyə? 210, yəni 1024-ə. Bu cür vura bilmirsinizsə 2048 211-dir. Vurulsun 210-da 1024-dür. Bu deyilir 221 megabayt. Bu da belə. Sonra məsəl üçün yazılıb ki 24 bit. Bit bit kimi yazılır. Yəni tək bu olmur. Tək bu olan baytdır. Deyir ki neçə baytdır? X baytdır. Bitdən də bayta gələndə kiçik ölçündən böyük ölçü vahidinə keçəndə bölmə qaydası. Bölürsən 8-ə, bu deyilir 3 bayt. Bu da belə. Burada digərlərini də qeyd eləmişəm. Yəni istəsəz köçürdə bilərsiniz özünüz üçün. Sonra 2-nin qüvvətlərini bilmək lazımdır. Yəni ölçü vahidlərinə səlis keçir. 201-dir, 201 2-dir, nəhayət 215 də 32768-dir, 214 də 16384-dür. Sonra isə burada da belə bir misallar qeyd edilmişdir və evə də tapşırıq olaraq belə bir misal vermək istəyirəm. Misal. Demək, belə bir misal var ki, gigabaytın 1/2 hissəsi deməli neçə bayta bərabərdir? Bu birinci sualımız olsun. Sonra ikinci sualda bir dənə belə maraqlı sual vermək istəyirəm. İkinci sualımızda nə olsun? İkinci sualımız olsun. Bir megabayt 1 megabayt üstə gəlinsin 2/1 deməli gigabayta. Cavabında megabaytla tapmağını istəyir. Bu qədər.